Həyatımı dəyişdirən xoş xəbər var. Sənə demək istəyirəm. Adamlar cənnətə getmək istəyir. Amma günaha görə gedə bilməz. Günahdan bağışlanmaq üçün nə edirsən? Günahın bağışlandı. Nə zaman günahın tam bağışlanacaq? Qiyamət günü günahım bağışlanacaq. İnandığım şey fərqlidir. Günahım tam bağışlandı. Yaxşı adam olmağımıza görə deyil, Allah günahımızı bağışlamağa yol açdı. Yola inanıram. Buna görə də günahım bağışlandı. Bu yol haqqında danışmaq istəyirəm. Dünya başlayanda Allahın sözü İsa Məsih Allahla bircə idi. Müqəddəs ruhdan doğuldu. Heç bir günah işlətmədi. İsa Məsih müqəddəsdir. İsa Məsihdə qüdrət var. Cinləri qovur, şəfa verir və ölüləri dirildirdi. İsa Məsih özü ölüb diriləcəyi barədə demişdi. Niyə belə dedi? Müqəddəs kitabda bunun səbəbi yazılıb. Allah dünyanı və ilk adamı yaratdı. Allah Adəm və Həvvaya meyvə verdi. Amma xeyirlə şəri bilmə ağacının meyvəsindən yeməyi qadağan etdi. Çünki onu yeyəndə hökmən öləcəyi barədə Allah demişdi. Bir gün şeytan onları yoldan çıxardı. Adəm və Həvva o meyvədən yedi. Beləcə dünyada ilk günah işləndi. Bundan sonra Adəm və Həvva özlərinin çılpaq olduqlarını dərk edib bir-birindən utandılar. Qorxu içində Allahdan gizləndilər. Kim Allahdan gizlənə bilər? Mümkün deyil. Allah hər şeyi bilir. Allahın sözünə qulaq asmadığı üçün Adəm və Həvva cəzalandı. Həvva ağrı içində dünyaya uşaq gətirdi. Adəm ömür boyu torpaqda işləməli idi. Amma onlar üçün ən böyük cəza ölüm idi. Sualım var. Adəm və Həvva neçə dənə günah işlətdi? Təkcə bir günah. Allahın qadağan etdiyi meyvədən yedi. Adəm və Həvva həmişə Allahın sözünə qulaq asdı. Amma bircə günaha görə cəzalandı. Bu o deməkdir ki, yaxşı əməlimiz günahımızı silə bilməz. Amma Allah onları hələ də sevirdi. Belə bir söz verdi. Günahımızdan bizi qurtaran xilaskarı göndərəcək. Allah heyvandan paltar düzəldib Adəm və Həvvaya verdi. Paltar hazırlamaq üçün heyvan qanı töküb ölməli idi. Kəsilmiş heyvan qanı günahın bağışlanması üçün Allah tərəfindən hazırlanmış qurban idi. Müqəddəs kitabda yazılıb, qan axıdılmadan bağışlanma yoxdur. Belə ki, ata-babalarımız günahdan bağışlanmaq üçün Allaha qurban təqdim etdi. Dediyim kimi, İsa Məsih müqəddəs ruhdan dünyaya gəldi. Yəhya adlı bir peyğəmbər İsa Məsihə baxıb belə dedi: Dünyanın günahını aradan götürən Allah quzusudur. Bu o deməkdir ki, İsa Məsih adamların günahı ilə birgə
Allaha təqdim olunmuş tam və sonuncu qurbandır. Ona görə İsa Məsih ölüb diriləcəyi barədə öncə demişdi. İsa Məsih həqiqətən qurban kimi qan tökərək öldü. İsa Məsih ölməzdən qabaq belə dedi: tamam oldu. Bu o deməkdir ki, adamların bütün günahı bağışlandı. İsa Məsih 3 gündən sonra dirildi. 40 gün özünü adamlara göstərdi və göyə qalxdı. Adamları mühakimə etməyə yenə dünyaya qayıdacaq. Allah söz verdi. İsa Məsih adamları günahdan qurtaracaq. İsa Məsih dedi: yol, həqiqət və həyat mənəm. Vasitəm olmadan heç kim atamın yanına gələ bilməz. İsa Məsih Allah'a giden yegane yoldur. yola inanıram. Buna görə də günahım bağışlandı və əlbəttə ki, cənnətə gedəcəm. Dediklərimi başa düşürsən? İsa Məsih günahımıza görə ölüb dirildi. İnanırsan? İsa Məsihi xilaskar olaraq qəbul edirsən? Amin de. Allah dedi ki, insan ürəkdən iman etməklə salih sayılır və dili ilə iqrar etməklə xilas olur. Dilinlə iqrar edərək İsa Məsihi qəbul edə bilərsən. Ardınca təkrar et. Gözünü yum, dua edək. Mənlə bircə təkrar et. Allahım, sənə şükr edirəm. Mən sənin qarşında günahkaram. İsa Məsihin günahıma görə öldüyünə, 3-cü gündən sonra dirildiyinə iman edirəm. Günahımı bağışla və ürəyimə daxil ol. Sahib və xilaskarım ol. Cənnətə gedən günədək həyatımı idarə et. İsa Məsihin adı ilə dua edirəm. Amin. Müqəddəs kitabda onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi yazılıb. Sən indi Allahın övladı olmusan. Təbrik edirəm.